Ki seni görene kadar, ta ki seni görene kadar. Salam değerli dostlar. Bugün sizə 3 otaqlı mənzil. Mənzilin balaca xudmanı bir həyəti var. Biz hal-hazırda həyətindən durub danışırıq. Demək, həyətin gördüyünüz kimi sağ tərəfində bir otaq, sol tərəfində isə 2 otaq, əlavə otaqları var. Bir otağı gəlin sizə göstərək. Baxın, belə bir otağı var. İndi isə gəlin keçək sizə əsas otaqlarımızı təqdim edək. Baxın. Mənzilimizin bir dənə belə geniş qonaq otağıdır. Qonaq otağından ibarətdir. Gördüyünüz kimi təmirli, hər bir şey qaydasında bir dənə geniş qonaq otağıdır. İndi isə keçək sizə o biri otaqlarımızı, yataq otağın və mətbəxi təqdim edək. Dəyərli izləyicilər, indi də sizə otaqlarımızın mətbəxini, mənzilimizin giriş hissədə olan mətbəxidir. Bax, bu gördüyünüz kimi burada mətbəx hissəsi yığılıb. Qazı, işığı, suyu, hər bir şey qaydasındadır. İndi isə buradan mətbəximizdən birbaşa ikinci yataq otağına keçək. Demək olar ki, bu birinci yataq otağıdır. Gəlin baxın. Da belə qəşəng xudmani, 2 çarpayılıq, rahat, geniş bir dənə yataq otağıdır. Bu Səbailin ən gözəl, şəhərə yaxın bir ərazisində belə bir qiymətə, belə ucuz qiymətə olan bir həyət evimiz sizə təqdim edirik. İkinci isə evimizin sanuzelini təqdim edək. Buyurun, gəlin baxın, geniş sanuzeli, hər ikisi bir yerdə qəşəng təmirlidir. İndi isə keçək o biri otaqda evimizin sənəti və məlumatları ilə sizi tanış edək. Buyurun, gəlin, qonaq otağında təqdimatını edək. Dəyərli izləyicilərimiz, indi isə gəlin əmlakçımızın sənəti ilə sizi təqdim edək. Əmlakçımızın sənəti 2003-cü ilin bələdiyyəsinin verdiyi sərəncam əsasında alqı-satqı müqaviləsindən verilmiş davernusdur. Davernus əsasında demək olar ki, ümumi sahəsi hardasa bir 60 kvadratdan çox olan torpağın sənətdə 50 kvadrat, belə bir 60 kvadratdan yuxarı həyət evimizdir. Gələcəkdə də qufça çıxarış almaq olar. Bütün qaz, işıq, su, hər biri əmlak sahibinin adınadır. Gördüyünüz kimi bütün hər bir şeyi, sənədləri normal qaydasında və bu qiymətə demək olar ki, həyət evi yox. Əlaqə saxlayın, nömrələrimizlə gələk yerini göstərək. Əmlakçımız məktəbə, bağçaya, yola, bütün hər yerə çox yaxın yerdədir. Böyük marketlər, restoranlar hər biri evin ətrafındadır.